ki, dində biddətlər zahir oldu. Hər bir elm əhlinin öz elmini açıb ishar eləmək borcudur. Əks tədqirdə Allah lənət eləsin onlara. Bu günləri biz yekun qərar məsələ bu oldu ki, başa düşdük ki, təqlid istəyir Üsuluddin olsun, istəyir Filiddin olsun. Necə ki, imam birdir, o şəxsdir, o Allahın höccətidir, onu tanıyan Allahın bütün sərhədlərini tanıyıb, onu tanımayan Allahın heç bir sərhədini tanımayıb. Biz də Allah adına haramın, haramın, bir hökmün, bir məyin istəyiriksə, onun höccətlərinə müraciət eləməliyik. Onların sözünü deyən alimlər də bizim başımızın tacıdır. Yox, onlardan müraciət edib öyrənməliyik imamların məsələlərini. Buna əqil də bizə müraciət edir ki, onlardan soruşmalısınız. Onlar günlərin, gecələrin qoyublar Peyğəmbərin, Əhl-i Beytin elmin öyrənməyə sərf ediblər. Buna əqil bizə belə deyir. Gedin onlara müraciət edin. Hansılara imam özü onları ayırıb, axir zamanın şər füqahaları ilə imama tabi olanları imam özü ayırır. Bu günləri bu insanların bizə təqdim elədiyi imamın o dediyi şər füqahadır. Bu kəs ki, haramı götürür, halal eləyirsə, xums imamın puludursa, birbaşa imam Sadiq əleyhissalam şər füqahaların üzün deyəndə, onların təriflərini deyəndə birbaşa xumsa işarə edir. Necə olur ki, bu xums bizim malımız olduğu halda bir var onu haram yesin, sən o onun başına çırpsın. Bu adam nə deyir? Harama don geyindirir. Deyir ki, imam yoxdur, mən imamın naibiyəm. İmama aid olan bütün məsələlər mənə aiddir. Qardaş, bu şərdir də, bu şərin dalıyca getmək olar. Allah demir ki, itaat eləmə. Mən burada deyim. Mücahid qəşəng dedi, mən də bir dənə elanı təkrarlayım. Mücahid deyir ki, bəli, İngilislərlə Yahudilərin qucağında oturan. Əhsən Mücahid. Demək 90 nəfər qardaşlar. Kart başımın üstündə paylaşılır. Hədəf 740 manat qalıb. El gücü, sel gücü. Sədəqə verməkdə iştirak eləyin və özünüzü gələcəkdə olan problemlərdən Allah tərəfindən sipər çəkib qoruyun. Həmi xeyir iş görür, yəni fərqi yoxdur. 100 manadın, 5 manadın, 10 manadın, 50 manadın. Kim nə verirsə versin, 3 dənə yetimaliyə həmişə mütəmmatil sizin yəni ki, köməyimizlə dəstək oluruq. Sadəcə olaraq TikTok aşağıda kartı paylaşmağa icazə vermir. Ona görə başımızın üstündədir. Orada yenilənir. Hə, davam elə Ruslan, buyur. Mən bir dənə şey deyim, bunu əvvəlcədən qeyd edeyim ki, əxbar alimləri də məsələn insanları yəni kor-koranə elə get, hədi sox əməl elə demir. Yəni bu bir mənalı gərək qəbul eləyək ki, yəni o fəqihlər demir ki, get özün nə bilirsən, oxu, nə edəsən əməl elə. Elə bir şey yoxdur bizim dinimizdə. Yəni mən gedim, mən Azərbaycan dilində o şey demiş, 3 dənə söz, 3 dənə hədis oxuyum, deyim din budur, elə bir şey yoxdur. Bunu əxbar alimləri də qəbul eləmir. Sən fəqihə müraciət eləməlisən. Hə, əxbarda fərq nədir? Əxbar deyir ki, qardaş, birinə yox, istədiyin qədər alimə müraciət edə bilərsən. İstədiyin qədər. Səduqa bax, hürra bax, həm kimə ürəyin istəyir, get bax. Bizdə elə söz demirlər. Hə, sadəcə olaraq indi baxırsan onların indi işinə də, yəni ki, məsələn, o nəğarif, bunun dəlilləri nədir, bunun dəlilləri nədir, hansı güclü hansısa itmi ilə gətirirsə, onunla da götürüb əməl edirsən. Yəni, burada konkret bir nəfər deyilən bir şey yoxdur. Bu xəttdə, əxbar xəttində bir nəfər olmalıdır deyə bir şey yoxdur. Hamı ola bilər. Bəli, hədisdə də rucu gəlir, bəli, hacı. Yəni, rucu o deməkdir ki, tərcih də gəlir, məsələn. Burada, yəni, sağ olayımızı, Qəmbəriyyə firqəsi. Yəni, mən şəxsi öz fikrimi deyirəm ki, qardaş, mən fəqihsiz iş görmürəm. Mən kiməm ki, mən duram, mən özüm fəqih olmalıyam, qısa konkret. Ya fəqih olmalısan, ya da fəqiyə müraciət eləməlisən. Qardaş, bunun ar yolu yoxdur. Mən həm fəqih deyiləm, həm də fəqiyə müraciət eləmirəm. Azadsan. Vallahi, billahi gedib azadsan axırda. Yusif Əl-Bəxrani, ay Şia Volt, ay Murciə, nə deyir? Mənə maraqlıdır ki, sən indiyənə qədər oxuduqların bu kompotların içindən çıxanmısan. Allah qəbul eləsin, hədəfi 200 manat azaldım. Allahümmə səlli ala Muhammed və ali Muhammed. Allah cibizə bərəkət versin, qardaşlar. İştirak eləyir, oldu 540 manat. Hədəf qaldı 540 manat. Məmməd xan, nəfsimi niyə qabardırsan? Bax, mənə görsən deyəsən, o özü də bilmir, hardadır, nə biləm, filan. Mən nəfsimi niyə qabardırsan?
Sən gör nə qədər bisavad adamsan ki, əgər təqlidlə müraciət eyni söz olsaydı, bu boyda müştəhidlər mərcəyi təqlid olmazdı. Müraciət və təqlid. Mərcəyi müraciət elə, cavab verəndə də onu yamsıla. Elə deyərdilər, elə mərciət də, mərcə. Ta təqlid sözünü gətirməzdilər. Hələ bunu anlamamısan sən, 15 ildir. Özü də təqlid eləmirsən. Amma gəlib boş-boşuna mazğımızı xarab edirsən. Ümumi götürəm. Nəsə, Bunda bizən necədir Qəmbərov? Yaxşı oğlan əskərlikdən qaçar. Əskər getmirsən bir yox. bir dənə söz deyim. Yəni bu xətt mənim üçün valla daha rahatdır. Həqiqətən, yəni şəxsən mən hədisi ələ gətirməkdir, hədisi başa düşməkdir, bu xətt daha rahatdır. Çünki digər Ruslan, bizə niyə narahatdır? İmam Əleyhisselamdan, Peyğəmbərdən güclü bir dənə hədisimiz var. Allah Rəsulü buyurur ki, ya Əli, bil ki, axirət zamanda bir dəstə insan yəqin əhli olacaq. Onlar məni görməyəcəklər. Zamanı imamları da gözlərinə görünməyəcək. Onlar ağların üstündə yazılan qaralara iman gətirərlər. İkinci hədisdə də, yəni Quran və sünnəyə, İmam Sadiq Əleyhisselam da buyurur ki, insanlara elə bir zaman gələcək ki, höccət imamları gözlərindən qeybdə olacaq. Xoş bizim kəlamlarımızdan tutanların halına. Qardaş, gəlin Əhl-i Beytin kəlamından tutun da. Bir dənə söz deyim, bir də Əli müəllim. Mən Gəncəbədə bunu dedim bir bəzi qardaşların yanında. Yəni mən belə düşünürəm ki, yəni hamı burada, yəni sizin canınızda 3 dənə mövzu gedir. 3 dənə. Zərr aləmi, ictihad, bir də təqlid. Bu 3 mövzu. Başqa bir mövzumuz olmur. Niyə? Mən demirəm, siz bunu qəsdən eyirsiniz, müzakirə sizə nəsə deyirsiniz, müzakirə nəsə. Məncə, yəni artıq başqa mövzularda keçmək lazımdır. Həqiqətən keçmək lazımdır. Yəni əgər bu atışma davam eləsə, yəni heç kim fayda götürməyəcəkdir. Bu danışılan təqlid məsələsi burada artıq 100-cü səfərdir danışılır. 100-cü səfərdir. And olsun Allaha. Məcbur oluruq biz. Məsəl üçün mən gecə gəlirəm saat 2-də evə. İşdən gəlirəm, biraz ora-bura görürəm ki, kayıtlar gəldi, mövzu, hamı deyir, cavab ver. Məcbur oluram. Mən bu mövzunu istəmirəm. Mən təfsir oxumağı sevirəm. Hədislərin üzərində də, məsəl üçün. İndi Məmmədxana, məsəl üçün, 15 ildir biz başa salırıq ki, sənin səhvin hardadır da, harda azmısan. Amma görürsən ki, məsəl üçün, başa düşmür də bu adam. İndi çıxıb, görsən, deyir ki, mərcə ilə təqlid eyni şeydir də, müraciət təqlid. Elə deyil Məmmədxan. Elə olsaydı heç bir problem olmazdı ki, əgər elə olsaydı. Sən bunu hardan götürürsən? Lüğətlə düz gəlmir. Nəqli dəlil gətirə bilmirsiniz. Əqil qəbul olunmur. Yəni sizdə, başa düşürsən, biz sizi bezarujit eləmişik, başa düşürsən. Ona görə də siz xahiş edirəm baseyndə elə eləyin ki, 1.50-liyə girin, 1.50-liyə. Ki, su sinəvizə olsun. 2 metrəliyə girsəz, boydan da biraz balacadan boğulasınız. Çalışın, çinməyin, boğulmayın da. Ona görə də xahiş edirəm. Bir də bir şey qeyd edeyim, Əli müəllim. Eləsin də bizə dəxli yoxdur. Kim hansı yolla gedir getsin, bu bizim mənxəzim və bizim yolumuzdur. Biz məcburuq bunu camada başa salaq ki, bizim də cavanlar, balacalar başa düşsünlər, başa düşsünlər, o yolu getsinlər. Başa düşürsünüz? Onlara dəstək. Bir dənə hədis var. Əlim, üzr istəyirəm, Əli müəllim. Sözünüzü bitirirsə, deyin, demişsiniz, yəni gözləyim, mən bitirir sonra deyim. Buyur. Peyğəmbər sallallahu aleyhi və aleyhdən bir dənə hədis var. Deyir ki, ümmətimin ittifaq elədiyi şey düzdür və səhihdir. Bu nə deməkdir? Allama Hillində gözəl bir söz var. Əqli qaydadır. Amma bu əqli qaydanı mən o vaxt qəbul edirəm ki, bütün insanlar üçün keçərlidir. Əhsən, məsəl üçün, Məkkə bütün sünni, şiə, müsəlman ittifaq eləyib ki, Kəbə Məkkədədir. İndiki Səudiyyə Ərəbistanında, Petrada deyil. Demək, bu məsələn, namaz qılmaq lazımdır. Məsələn, bütün müsəlmanlar bilir namaz qılmaq lazımdır. Buna deyirlər, əqli icma, yedinə qılasını. İxtilafsız. Mən də
Allamə bir Mən də dənə bir dənə sözünü hədis deyim. deyirəm. O bir dənə Allamə sözünü deyim. Allamə Hilli rəhmətullahi əleyh bir dənə söz işlədibdi. Deyir ki, bunu Əhlüsünnəyə rəddiyə kimi gətiribdi, düzdür. Amma əqli qayda olaraq bəli, qəbul olunan bir qaydadır. Əqli gətiribdi qaydanı. Gör nə deyir? Deyir ki, bu bir dəfə də demişdim burada. Deyir, bütün Peyğəmbərin ümməti ittifaq eləyib ki, Qur'anın, əstəğfirullah, torpağın üzərinə səcdə eləmək olar. İttifaq olunub. Sünni də qəbul edir, torpağa səcdə eləmək olar. Şiə də qəbul edir, torpağa səcdə eləmək olar. Deyir, dalınca nə deyir? Deyir, amma sizin xalçıya səcdə eləmək məsələsi Şiə bunu qəbul eləmir, amma siz bunu qəbul edir. Burada ixtilaf var. Deyir, biz nəyə görə ittifaq olunan bir şeyə əməl eləmirik? Halbuki Peyğəmbər deyib ki, ümmətin bir məsələdə ittifaq edirsə o düzdür. Yəni hamımız ittifaq eləmiş ki, torpağa səcdə eləyir. Can torpağa səcdə. Niyə ixtilaflı məsələyə gedib eləyirik? Bu əqli bir qaydadır və gözəl bir qaydadır. İndi Ruslan, bütün ümmət ittifaq edib nəyin üzərində ki, torpaq səcdəgah qərar verdi? Nasın üzərində, düzdür? Allah Rəsulü deyir ki, Allah mənə torpağı səcdəgah qərar verir. Düzdür, qardaş? burada Allahın problem Peyğəmbərinin sözünün üzərində ittifaq edib. Nuru, problem bir sən nətər? Mən belə başa düşmüşəm, mən başa düşdüm. Burada problem hədislərdə deyil. Məsələ nədir? Yəni nətər? Üsuli xətti də deyir ki, biz hədisdən götürürük, bax xətti götürür hədisdən. Bu iki tərəf də bunu iddia edir. İndi fəqihi təyin eləmək məsələsi ki var, hansı fəqih? Bax problem burada başlayır. Bir tərəf deyir ki, Quran, sünnə, icma, əql, bir tərəf deyir ki, yox, Quran və sünnə. İndi dəlillərə baxmaq lazımdır. Yenə deyirəm, üsul xəttinə görə icmanın dəlili nədir, əqlin dəlili nədir? Məsələn, Şeyx Tusi nə deyir? Deyir ki, əql nəyə hökm edirsə, şəriət də ona hökm edir. Əxbar nə deyir? Deyir, yox, əxbar deyir ki, şəriət nəyə hökm edirsə, əql ona hökm edir. Əksini deyir. Yəni nətər? Yəni ağlın dediyini şəriət təsdiqləyir. Bu birinci qayda, üsullərin qaydasını. Amma deyir ki, əxbar deyir, yox, şəriətin dediyini ağıl təsdiq edir. Məsəl üçün, biz təsdiq edirik ki, İmam Əli düz deyir ki, məsti ayağın üstünə çəkmək lazımdır, altına yox. Biz iman gətirmişik buna. Mən nədir, Məmməd xan, əxbar, biz dəli deyiliyik, yəni yenə deyirəm, bu xət dəli adamlar deyil ki, yəni ağlı qoyublar qırağa ki, sən lazım döyülsən bizə, biz gözümüzü yummuşuq, belə qaydamız yoxdur bizim. Hayır Ruslan, Mücahid 10 günlük rafiz olub, aşağıdan yazıb ki, Əmir Qureyşi ümmətin fəqihidir. Əmir Qureyşi üsulidir, ay Mücahid. Üsuli qulatdır, üsuli qulat. Əmmaməsini görmüsən, təkər əmmamə. Mən də bir dənə hədis deyim, İmam Əli Aleyhisselam buyurur ki, Məmməd xan və Məmməd xan kiminələ buyurur bu hədisi. Birbaşa onlara şamildir, ya Qəmbərov. Buyurur ki, ümmətin həlaki dildə alim olan münafiqlərin əli ilə olacaq. Ay Məmməd xan, vallahi dində alimdirlər bunlar. Mən moizə edirəm, sən edirsən, qardaş, əxbar şəriət üzərində Quran və sünnə olmadan əqlin çıxartdığı hökmü inkar eləyir. Deyir, əql burada heç bir höccətiyyəti yoxdur. Mən bu dəfələrlə deyirəm, sən yenə eyni şeyə qayıtsan ki, əxbar da əqli qəbul edir. Əxbar əqli qəbul edir, bəli. Quran və sünnə üzərində, nəql üzərində, bəli, düşünür, tərcih eləyir, təxyir eləyir, qəbul eləyir, inkar eləyir. Bunu eləyir. Amma bunu nə ilə eləyir? Demir ki, bu hədis mənim xoşuma gəlmədi, qoyuram qırağa, elə demir. Axtarır. Axtarmanın da qaydasını imam qoyub. Nə cür axtarmaq lazımdır? İmam deyir ki, Quran ərz elə, imam deyir müxalifə ərz elə. İmam bunları gətirir. İmam bu qaydaları qoyur. Bu əxbar da, alimi də bu qaydalar əsasında hədisi araya gətirir. Allah razı olsun. Hacı Elməddinim də gözəl sual verir, məcburam cavab verir. Deyir ki, əhl-i sünnə olan kəs rafiz ola bilər, bəli. Hacı Elməddin, dastatışını ki, əgər həmin şəxs əməviləri rəfs edirsə, abbasiləri rəfs edirsə, əhl-i sünnə rafizdir, bəli. Və o gözəl rafizidir. Mən fəxr edirəm o rafizlərlə. Yox, mən misal gətirdim. Yəni, Məmməd xan, bu qəribədir, bir sən nətər? Elə bir bizə stoykat... Qalx yuxarı sahibdə nədir? Bizə...
Məmməd, bizə bir sən nətər Məmməd xan da, bizə stoyka ilə dayanır Məmməd xan. Mən söz dedim ki, mən demədim, üsuli götürür, xoşuna gəlməyəni rədd edir. Bunu misal olaraq gətirdim ki, ay Məmməd xan, yəni əqli olaraq deyirsənsə əgər, yəni əxbarda elə şey yoxdur və yaxud da demir ki, bu hədis mənim xoşuma gəlmir, fiso qoyum qırağa. Prosto, yəni siz niyə beləsən Məmməd xan? Yəni çox adam elədi, yəni sən nətər dayanıqsınız? Danışsın, bir dənə nəsə tapım, oradan onu tez onu şey edeyim. Mən o mənada demədim axı ki, Suli ağlına görə nə gəldi deyib xoşuma gəlmədi, tullayım qırağa, elə demir. Bayaq dedin ki, bəli, sən o mənada dedin ki, Allah yalancıya lənət eləsin mən o mənada dedimsə. bir dəqiqə qulaq as. Sən də lənət, denən amin, denən amin. Bir dəqiqə qulaq as. Bayaq Yox, denən amin da, qardaş, deyim ki, mən nəfsimdən xəbərim var sənin. Niyə mənim haqqıma girsən ki, qardaş? Elə min lənət. Amin, min lənət. Samatınla min yenə qoyum sənə, bayaqdan ağıla gələn danışsan. Ay sən Allah bunu düşürtdən Əli Qəmburov, xahiş edirəm, çox xahiş Dinlə də edirəm. bir. Düşürt da bunu bir dənə zəhmət olum. Get Məmməd xan, şimdi Düşür nədir? Ona bir dənə təpiyi qoyuram, buradan kəlləsi üstə düşdü aşağı. Düşürt da bu kişini, bu insanla, bax, nəfsimi qabardıq deyə demirəm. And olsun Allaha. Allah'a şahid duram. Qiyamətdə də bu sözümə görə cavab verəcəm ki, and olsun Allaha, bu insan heç nə bilmir. Bax, Allah haqqı heç nə bilmir. Heç nə, bax, ümumiyyətcə başa 5 dənə 3 dənə şey oxuyub, öz əqlinlə, başa düşürsən, öz əqlinlə ağılına gələni danışır, başa düşürsən, bir dənə də dəlil gətirmir. Özə belə deyim, mən deyir, hədisləri yığıram, özünün nəfsinə uyğun hədislərlə. Bu insan, həqiqətən, mən şəxsən haqqında danışmaq istəmirəm, bir kəlmə bunu deyib mövzunu bağlayacağım, ay nədir, Məmməd xan. Sən, qardaş, ya get oxu bir ay, 2 ay oxu, sonra gəl ki, məsələn, dəlil gətir, ay budur. Sonra nəsə danışmağa çalış da, sən ağlını qoysan ortalığa, sən ağlın bizə lazımdır, qardaş, sağ ol, Allah səndən razı olsun. Salam aleykum. Aleykum salam. Onlar Rafiz olaraq Abbası və Əməvlərə bir söz deyim. Buyur, deyər. Deyirəm ki, ey Muaviyə ümməti, siz küfrani, biz irfani. Siz bir taraf, biz bir taraf. Gəlin Rafiz olun. Bu günləri efir başlayandan bir dənə gözəl söz eşitməmişdim. Bu nə gözəl sözlərdir mən eşidirəm. Siz küfrani, biz şükrani. Bu insan, bir insan həqiqətən də inandığı şeyin dəlillərini bilmirsə, o insana şizofrendir. Həqiqətən şizofrendir. Yəni bir insan bir şeyə inanır və niyə inandığını bilmir. Bu adama şizofren deyirlər. Mən bir dənə gülüş dəqiqələri əlavə edeyim hamınıza. Mən kainatla fəxr edirəm ki, 300 nəfəri mücahidin canlısında eləyə təqlidlə, yəni itayət sözü fərqli eləyə dedi, indi də baxıb gülür. Bax, mən onun kimi onu heç kim tanımır da. Yəni mən onu, bu adam ərəbi bilir. Ya iblisin sinif yoldaşı necə olmalıdır? Bu adam qəşəng üsulu bilir. Bu adam həqiqətən də əxbarı da bilir. Lazım olanda orada, lazım olanda burada rıçaqları çəkir. Hələ mənə söz verib ki, hələ bu şou sabah davam eləyəcək. Çünki deyir Nurəli, məni deyir orada deyir əsəbləşdirdi. Qardaş, dəyməyin də buna. Kişi ilə işiniz yoxdur, kişi fəqihdir. Çıxıb orada. Gəllət edir o fəqih məlun. O mən olmayan yerdə fəqih ola bilər. Məlun mən aşağıdan mənə söz atdı, cavabını aldı. Mən olmayan yerdə fəqih də olar, fəqih də olar. Gör nədir? Mücahid də sırası şəkkə düşüb. Mən sözümü nə yiyirəm? Sənlə mən danışmaq istəmirəm. Orada çıxsınlar. Mən razıyam buradan. Liboy bir. Ay Ruslan, sən qoy bir dənə səbr elə, qoy sözümü deyim. Allah nə kimə baş qoşmusan axı? Hindistan polislərinə oxşayır evi tikən. Məmməd xan, mən danışmaram. Hindistan kostumu göndər, uşaqlıqda o şey Zibinin xalası oğluna oxşayır. Onlar bir söz deyim. Bəlkə də həddim deyil qarışmaq. Yəni qarışıramsa da Rafizlərin adından qarışıram. Nətər olur ki, qeyri-məsuma təqlid eləmək olar, məsuma olmaz. Yəni kör-körana insan məsuma təqlid eləyər ki, bu məsumdur, bunda xəta yoxdur. Amma xəta eləyən insana təqlid eləmək olar. Demək, mən də bunlara başa sallam ki, elmədir, sünnədə təqliddir. Məsəl üçün, yamsılamaqdırsa təqlid, yəni 4 barmaq saqqal, bığ az, isbal gödək, gözə sürmə çəkmək, bu yəni ki, sünnədə. Bir də əmirlərdə də, fərz əmirlərdə də itayət. Bu kainatın cavabı.
İkisi də məsumadır. Yəni ayrı yolu yoxdur. Yəni ay Məmməd xan, mən səndən neynirəm ay Məmməd xan? Sən yenə deyirəm, ey qardaş, sən burada neçə ildir danışsan, vallahi, billahi, tillahi, nə bilim nə qədər andın artikellarını istəyən gətirin bura. Sən dəlil qoymursan, ey qardaş, sən ağlınla danışsan. Mənə ehtiyac deyil səndən danışmaq. Bax orada İbrahim var, İbrahim dəlillə danışan kişidir. Orada neçə dənə qardaş var, onlarla danışmaq olar. Sən mümkün deyilsən, ey qardaş, sən danışanmısan? Sən nə də danışsan, prosto dəlilsiz danışsan. Prosto danışsan. Yaxşı, Məmmədxana fikir verməyim. Məmmədxan olsa hidayət olunası. Onun şansı yoxdur. Mən onu demişəm sizə. Belə oğlandı, mərifətli, qanacaqlı, amma özü təqlid eləmir bu adam. Abi hər dəfə deyir ki, sənə o Qəmbərov o həmişə bir dəfə 50 deyir, bir dəfə 100 hədis göstərir, bir dəfə 1000 hədis göstərir. Prosta məsələ odur ki, bir dənəsini göstərmir. Etmə, həyatı boyu mümkündür. O hədis düşmanıdır. Hədisi nəfsinə görə qəbul edən adamdır. Başa düşürsən? Yox, hava şeydir. Məmməd xan prosta qoysunlar özünü danışsın. Məmmədxanın bir dənə dostu var, bir dənə. Allah lənət eləsin də bir. Onu burada heç kim tanımır. Məmmədxan biləcək kimlə adını çəkmirəm də. Üsul Kafi kitabını vermişdim. 5 ildir mütaliə eləyirdi. İndi qaytarıbdı. Bir il olar, 2 il olar. Yəni orada yazıları zadı yazırdı. Balaca oğlandı. Həm məşə birinci səfərdə mən məşədə getmişdik. Məmmədxan bu da bizlə gedib. Onda laf uşaq idi. Hələ məsəl üçün tualetə gedəndə ayaq üstə gedirdi. Hələ bilmirdi oturmaq lazımdır. Amma fəlsəfə sufilik şeyi oxuyurdu, İrfan zat güya oxuyurdu, fəlsəfə zat. O bir dənə moizəsi var, o hələ indiyənə qədər durur. Ki, istəyirsən, Xomeynidən gətirirdi. Deyir, istəyirsən daşa, Mücahid xoşlayacaq indi bu temanı. İstəyirsən daşa şeylə, istəyirsən məsəl üçün ağaca, fərqi yoxdur da Allaha şərik qoşmursan. Başa düşürsən? Çünki vəhdətül vücud bunlar hamısı Allahdır da. Başa düşürsən? Sən donuza. Yəni ona görə də bu ideologiyada olan insanın yəni əqli necə işləyə bilər? Əli müəllim, səndən bir xahiş edeyim. Bir dənə xahişim var. Razısınızsa əgər, Məmmədxanı bir dənə qoşun bura, şov qoyun, yəni 3 dəqiqə, 5 dəqiqə bir danışaq. Bir dənə mövzu qoyaq, təqlid. O mövzu ətrafında, amma bir dənə şərtlə ki, dediyi hər bir sözə dəlil gətirəcəkdir ki, məsələn, filan kitabda filan alim bu sözü deyibdi, filan kitabda filan kəs bu sözü deyibdi. Çıxardın bura. Gətirə bilər, Ruslan. Bir dəqiqə səbirlən Nurul. Razıdırsa əgər, çıxsın bura bax şou ilə. 3 dəqiqə, 5 dəqiqə nə qədər deyir qoyaq, o da danışsın, mən də danışım. Demir dəlillə danışan kişiyəm mən. Çıxsın bura danışsın, görə danışa bilərmi? Məmmədxan yaxşı məsəl üçün hansı mövzudan danışırlar? Məmmədxan məsələn uçmaqdan, müxaşifədən bu şeyləri danışa bilər. Demək 104 nəfər təzə gələnlərdən hamısından Allah razı olsun. Salam aleykum. Gecəniz abad olsun. Demək 540 manat hədəfimiz qalıb. Kart başımın üstündədir. Hədəf aşağıdan yazılır. El gücü, sel gücü. 150, 20, 1 manat. Yəni kimin nə imkanı çatır, zəhmət olmasa 3 dənə yetimhaliyə dəstək olsun. Allah hamınıza deyirəm, qulaq asma. 855-i düşür də, bizimki də yatıb qalıb orada. Mən vallahi deyirəm, sən yox ha, burada bütün alayınız gəlsin, bax tək. Mən sizə isbat edeyim ki, təqlid yerindədir və sənin bayaqı Əli illədin dəymə də. Bunun səsi qulağıma pis gəlir. Nuru yaxşı da, Nuru çıxartma, o qaldı. 855 kimdir? göndərdim, yatıbdır. Bir daha Məmmədxanı qaldırın, çıxartmayın da, elə şey eləmə də Nuru. Nurəli, sən Məmmədxanla nə düşmənçiliyin var axı? Məmmədxan deyir alayınız gəlsin. Bizə sizin... Məmmədxan sufi məlundur. Məmmədxan bu dinlə nə əlaqəsi var? Ay, Məmmədxan qalx, davamçılarındandır. Məmmədxan qalx bir dənə yuxarı. Ağo danışdığında nəyin olar? Mən alay zat istəmirəm, elə sən bəssən, ay Məmmədxan, neynəm sənin alayını? Sən gəl, mən səndən də işim. Alayınla işim yoxdur. Yox, gəl da, gəl söz danışırdın da, Nurəli səni eşitmədi da, sən... Yaşda, Məmmədxan, sən ay Nurəli saat toy tutacaq, Nurəli saat toy, sən onu toy tutasın, gəl qalx sözündür də ki. Məmmədxan, gəl yuxarıya. Salam aleykum. Ay, mən sabah heç ara gəlmirəm, qardaş, mənim indi vaxtım var. Sabah mən işə çıxacağım, səhərə yaxın gələcəm. Mən səndən sabah nəsə gəl, çıx bura, sözünü Kimsə qarışmasın da, Məmmədxanla Ruslan danışsın.
Hə, qaldır ikisini də qoyuram. Ay, sağ Ay, yox, olsun. yenə deyirəm, mən sabah çıxacağam, işə çıxacağam qardaş. Mən sabah bir də sabah gələcəm. 24 saatdan sonra gələcəm. Mənim vaxtım olmayacaq səndən sabah Bəli. danışmağa. Nurəli işi yoxdur. İkisini də qoyuruq, vaxtla qoyuruq, danışırlar, cəmaət də baxır. Sabah deyir toy var. Ha, Mehmet xan qorxma da, çıx yuxarı. Yox, qorxmaq da yox, niyə qorxur ki, adam yiyənəm mən. Ha, mən elə görürəm məsələn. Ay, yox, insandır da. Ben koyma özüm korku duası yazım koşum onu. Mehmet Khan gel ben sen koştum korku duasıyla. Gördün? Ay, o sayın mənlə danışırsan, Sənə Məmməd bu xan. elədiyin hərəkətə görə sabah toy tutacam, tələsmə. Ay, Məmməd xan. Nə deyirəm? Ya sen özünden yaparsan Mehmet Khan. Sən yedizdirəcəm o mənə. Ay, Heç Məmməd tələsməsən. xan, Bu ay, hərəkəti Məmməd sən xan. yadında saxla. Məmməd xan, gör nə deyirəm, mən də. Temiz abijniksüz de valla. Sən o ki bu hərəkət elədinsən, mən sabah sənə yaxşı nə deyirəm? Düz edirəm. Ruslan indi qulaq Düz edirəm, sən danışa Allah bilməyəcəm. düşmənisən. Nurəm, Peyğəmbər qarışma da, onun Nurəm, əhli beytinə qarışma, gedən qoy yolu kəsmək danışsınlar. istəyirsən. Yox, qulaq as. Ruslan, vaxt təyin elə, qulaq as. Demirsən, bax, gəl birinci lənətləşək ki, bax, cəmaatın içində deyirəm. Mən bu günə qədər gətirdiyimi heç bir şeyə hədis gətirməmişəm. Lənətləşək, Ruslan. Kişi sən düzün. Mən səninlə danışdığım müddət, mən özüm orada vurğuladım. Yo, bir dəqiqə qulaq as. Mən gətirdim bu şeyə hədis gətirməmişəm deyə lənətləşək bu gecə. Kişiliyin var, gəl lənətləşək. Mənim kişiliyim var, mənim kişiliyimə şübhəm Yox, olmaz. gəl lənətləşək. Onda sözü bişir danış. Mən burada bilmirəm. Liboy etiqadi məsələ olsun, şəri məsələ olsun. Liboy hədis gətirmişəm. İkinci, sən bayaq Yaxşı, dedin yaxşı, ki, yaxşı. Ay şey, Məmməd xan, şou qoy bir dənə, Qəmbərov, vaxt qoy bir dənə. bir dəqiqə deyirəm, Davalamaq sözümü tam istəmirəm. kəsmə, sözümü Vaxt qoy, kəsmə. söz 3 dəqiqə, 4 dəqiqə nə qədər istəsən danış da, 5 Yaxşı, dəqiqə okey, qoy qoysun. Qəmbərov. Qoysun, mənə ver 3 dəqiqə Qoy qulaq as. Mən danışsın. çox danışamayacağam, heç səhərə kimi, bir dəqiqə qulaq as. Səhərə kimi danışmayın, sözünü deyən dalaşmayın birimizdən. Ərəbizə mən deyirəm danışırsınız. Birinci söz verilir Məmməd xana. Mövzu təqliddir. Məmməd xan təqlidə 3 dəqiqə, demək 03:55. Başda Məmməd xan 3 dəqiqə sənin. Buyur. Birincisi, bayaq dediyin sözü izah verirəm ki, orada sən nəyi səhv dedin? Mənə deyirsən ki, mən elə demədim. Sən dedin ki, güya əxbarilər Quran və sünnəni götürür, amma üsullər Quran, sünnə, icma əqil. Burada problem yoxdur. Sənin deməyindən belə çıxır ki, mən bayaq altda yazdım ki, əxbari Quran və sünnəni götürür. Məyər Quran və sünnə üzərində əqil istifadə eləmir? Sən dedin ki, bəli eləyir. O şey bununla da razı. Sonra qayıtdın ki, dediyindən bax, dediyin o sözün mənasını deyirəm. Mən sənə yazdım ki, Ruslan, sənin deməyindən belə çıxır ki, üsuli Quran və sünnəni qəbul eləyir. Amma orada əqli istifadə etməsi bəyən batildir. Necə ki, əxbari əqildən istifadə edir, üsul da əqildən istifadə eləyir. Quran və sünnəni də inkar eləmir. Sən elə danışdın ki, bax, kayıtı çıxaraq istəyirsən, sən elə danışdın ki, güya üsuli Quran və sünnəni, belə deyək də, Quran və sünnəni sanki qəbul etmir, özündən əqli tətbiq edir müstəqil olaraq. Üsuli, qardaş, necə ki, əxbar və Quran sünnəni qəbul edir, üsuli də Quran və sünnəni qəbul edir və onu Quran və sünnədə açıq nəsl olan şeyləri zaten qəbul edir, heç ona şey eləmir, açıq nəsl ortadadır. Geri qalan məsələləri, şübhə məsələləri, təzad məsələləri var. Burada ictihadi proses ortaya çıxır, əqli metodla o məsələləri aydınlaşdırır. Əqli burada, onun da sərhədləri var ha. O əqlin üsul xəttində, şəriət daxilində sərhədlərdən gedir söhbət. Bu ayrı məsələ. Necə ki, əxbarilərin də üsulu var. Yəni hədisə, yəni Quran və sünnədə olan məsələlərə ələ alma biçimi var, metodu var. Burada da əql istifadə olunur. Bunlar burada zaten şeydirlər. İkisinin də metodu eyni gedir. O işin içəriyində, işin o məzmununda fərqliklər ortaya çıxır. Yəni biri Quranın zahirini dəlil bilir, birini şey bilmir, o məsələlərdir. Yəni ora girmək istəmirəm. Mən bunu demək istirdim sənə. Hə, sən aşağıda nə özündən hoqqa çıxarsan ki, güya buna nə bilim şey gətirməlisən, güya buna dəlil səhv deyirsən, nə bilim. Mən onu deyirdim də sənə. Hə, sualıma cavab ver görüm. Sən orada nəyi səhv tutursan ki mənə? Aha. 3 dəqiqəm bitdi Məmməd xan. Fikrimi çatdırdım. Hə, dedim də, hə, sualıma cavab ver. Hə, Allah razı olsun. Məmməd xan 3 dəqiqəsi bitdi. 10 manat Allah qəbul eləsin. Hədəfdən azaldın. Qaldı 530 manat. Kart başımın üstə paylaşılır. Aşağıda da hədəf paylaşılır. Ruslan buyur, sənin 3 dəqiqən.
Mən birinci növbədə, ay Məmməd xan, əql məsələsində sən bəli mənə sual verdin ki, əqldən istifadə edirlər filan. Mən qayıtdım söz dedim. Dedim əxbar, bax bu sözü işlədirəm, əvvəlimdən deyirəm. Deyirəm əxbar, elə gözünü yumub demirəm bu hədis mənim xoşuma gəldi, yəni əqlən xoşuma gəldi, bunu götürürəm, bunu inkar eləyirəm. Yəni bunu mən əxbar tərəfə demişdim. Üsul tərəfə deməmişdim. Sən buradan nəticə çıxartdın ki, mənim bu sözümdən nəticə çıxartdın ki, deməli əxbar bu cür eləmir, amma üsuli bu cür eləyir. Mən o sözü vurğulamamışdım və deməmişdim. Sözümü Sən dedin ki, üsul mənə xoşuma gəlmir deyə qoyu qırağa. Belə dedin axı. İndi qoy sözümü tamamlayım, sonra deyərsən. Hə, indi bu sözünə görə deyirəm ki, Qəmbərov səndən çox və artıq dərəcədə xahiş eləyirəm. Bir qardaşın kimi həmin kaydı çıxart və bura qoyarsan və yaxud da Məmməd xan şəxsini atarsan ki, mən o söz orada elə bir niyyətlə, elə bir qəsdən, elə bir şey başa düşülür. Sözümdən elə şey başa düşülür, yoxsa yox? Yox, sən nə dedin? Onu mənə deyil. Sən nə dedin? Mən dedim ki, sən mənə sual verdin ki, dedin ki, əxbar əqildən istifadə eləmir, dedim eləyir. Dedim əxbar üçün bu elə deyil ki, yəni bu hədisin mətni mənim xoşuma gəldi, bunu qəbul edirəm, bunu xoşuma gəlmədi, bunu inkar eləyirəm. Bu sözü mən dedim, dalınca çanma qayıtdın dedin ki, nədir üsulülər elə eləyirlər. Hətta mən orada dedim ki, mən də sual verdim. Dedim sənin sözündən bu çıxır ki, əxbar bunu eləyir, üsuli məyər hədisi xoşuna gəlmir deyə atır qırağa. Mən sənə dedim ki, xeyr, mən burada qəsdim üsulilər deyil. Bu sözü də vurğulamışam orada. Dedim mən sadəcə olaraq bu sözün ki var ya, bir dəqiqə deyən Ruslan. Yəni sən qoyumsan, mən danışam. Yəni mən sən danışanda vallahi dillənmədim. Yox, sual verirəm danışda, bax qulaq as. Sən dedin ki, üsul. Gəlin biz belə eləyək. Məmməd xan, bu məsələdə mən deyəcəm, sən deyəsən. Yox, sən ki o sözü təsdiqləyirsən. Bir dənə qulaq as da. Sən ki deyirsən, mən dedim ki, əxbar belə deyil ki, xoşuna gəlməyən hədisi qoysun qırağa. Düzdürmü? Hə. Sən bunu kimin müqabilində deyirsən? Heç kimin, sadəcə olaraq sənin verdiyin suala cavab verirəm ki, yəni sən deyəndə mən də sənə qəsdim oydu ki, aşağıdan yazanda. Qulaq as. Ay Ruslan, zaten sənin bu dediyin var ha, sanki elə danışırsan ki, cəmaatı elə danışırsan ki, əxbar bunu xoşuna gəlməyən şeyi qırağa atmır, sanki üsulü atır. Sən onu elə başa düşsən, səndən başqa bunu elə danışırsan da sən sözündən məna oxusun. Sən elə başa düşə bilərsən. Sən başa düşdün o demək deyil ki, hamı elə başa düşür. Məsələn, sual verdin, mən sənə dedim ki, sən belə deyirsən. Sən də təzdən gör, hətta. Sən bunu deyirsən və dalınca mən sağ deyirəm ki, xeyr, mən burada üsulləri qəsd eləməmişəm. Sən mənə deyirsən ki, yalan deyirsən, sən üsulləri qəsd eləyirdin. Yox, bax, mən sənə yazdım ki, altdan Ruslan, sənin deməyindən belə çıxır. Sən də qayıtdın ki... Təbir elə, Məmməd xan, nəsə, bu mövzu bizim öldürəmizdə. Yox, sən də qayıtdın ki, mən sözümü niyə orada yorulsan? Dedim, sənin deməyindən bu çıxır. Mən o mənayla deməmişdim. Mən dedim, sözündən bu çıxır. Əhsən, indi bəhsə keçək, qardaşlar, bəhs istəyir. Bəli, bəhs edin. Yox, bəhsi deyirəm sabah gəl. Sabah vallah bax, and olsun Allaha ki, sabahlar mən işə çıxacağam. Birisi gün olsun, vaxt təyin eləyin. Yəni Məmməd xan, vaxt təyin elə, niyə vaxt təyin eləyə bilmirəm? Çünki mən açıq-aşkar deyirəm, mən taksidə işləyirəm qardaş. Mən sənə konkret vaxt deyəmərəm ki, mən taksidə işləyirəm. Mən sənə konkret desəm ki, mən filan vaxtda gələcəm, taksidə işləyərəm, gələnmərəm, deyərsən ki, qaçdı, gəlmədi. Yaxşı, boş vaxtın olanda mənə yaz ki, Məmməd xan. Bugün boşam, qulaq as. Axşam saat 11-də səni filan canlıda gözləyirəm. Mən gəlim. Sən mənə isbat elə ki, təqlid batildir. Nədir? Təqlid batildir. Mən həmin şeyi sənə isbat eləyərəm. Təqlidin ümumi mövzu, təqlid mövzusu olacaqdır. Sən mənə isbat eləyərsən ki, təqlid batildir. Ümumi olaraq, mən bir şeyin batilliyini isbat eləməyə çıxmayacağam. Mən sadəcə o dəlillərimi qoyacağam, dəlillərimi. Deyəcəm ki, qardaş, mənim dəlillərim budur ki, fəqihə təqlid eləmək olmaz. Yəni nə mənada? Batildir də olmaz. Olmaz. Mən öz dəlillərimi qoyacağam ortaya və buna mən hökm eləməyəcəm. Mən hökm eləməyəcəm ki, bu batil yoxsa yox. Hökmü demirəm, iddiavı deyirəm. Qulaq as, iddiavı. Sən mövzunu qoyanda ki, fəqihə təqlid eləmək olmaz. Yəni batildir təqlid eləmək. Qardaş, təqlid eləmək biz yalnız imama qəbul edirik. Ay qardaş, görürsən söz fırladırsan, dostum. Söz fırlatmıram, qardaş. Mən bu məsələdə hökm edirəm. Mən insanların nəfsini qıcıqlandırmaq istəmirəm. Məmməd xan. Yox, qardaş, mənə dəxil yox sən kimi qıcıqlandırsan. Bax, Qəmbərov açıq deyir ki, batildir. Bu sual əvəzinə mən deyim də, qeyri-məsuma təqlid eləmək batil və bidət. Bax, ay Məmməd xan. Məmməd xan, sən aydın deyil. Məmməd xan, bəhs qaydalarında. Mən də əlavə eləyim, hətta düz söz desə belə,
Məmməd İndi xan, deyən, Ruslan razısan bunlarla? mən bir şey bax yenə deyirəm. Mənim qaydam, mən özümə tətbiq etdiyim qayda, bəhsin qaydası budur ki, bir tərəf bir şeyi qəbul edir, digər tərəf onu inkar edirsə, iki tərəf də dəlillərini qoyur ortaya. Və Qardaş, başa bu düşdün dəlillər mənim Qardaş, dəlil dəlillərim qoyacağıq, aydındır. Bax, qulaq as Ruslan. Zaten Hadi dəlil qoyacaqsa, qardaş, dəlil burada nədir? nə var Bax, ki? nəqli dəlil var. Bir dənə üzr istəyirəm də, qulaq as. Nəqli dəlil var, əqli dəlil var, düzdür? Dəlillərin növləri var. Mən sənin dəlillərini anladım. Onunla problemimiz yoxdur. Mən deyirəm ki, iddiam nədir? Fəqihə təqlid eləmək batildir yoxsa yox? Mən iddiam budur ki, bəli, fəqihə təqlid eləmək olmaz. Batildir də yəni. Olmaz, bəli. Yox, olmazla batil ayrı şeylərdir. Necə eyni şeydir da, olmaz batildir. Batil nə deməkdir? Adam pozisiyası açıqdır. Qəmbərov deyir ki, qəmbəriyələr batildir bir Mən heç kimin nəfsini qabartmaq istəmirəm amma ki, aşağıdan çox ki. nəfsi əql söhbətdir də burada. Yəni Yox qardaş, mən deyirəm olmaz, sən deyirsən batil sözünü. yəqin əhli iddiasını dəqiq eləyər. Yəqin əhli iddiasını dəqiq eləyər. Mən deyirəm olmaz da, iddiam. Sən demə yəqin əhlində deyilsən. Olmaz deyirəm. Olmaz. Şərrül füqahaya bəqlid eləmək olmaz. Fəqihə şərdir indi. Ay qardaş, indi biz onu bəstə danışacağıq da ki, Yox, sən olmadı. Sən get yəqinləş sonra gələrik. Qəmbərov indi gəl bura. Ay Məmməd xan, səbr elə, ay Məmməd xan, mənlə danışsın, Qəmbərov salma. Yox, sən aydınlaşmamısan. Hələ səndə aydın deyil. Sən aydınlaşmamısan, yox, sən bəhsin qaydalarını bilmirsən. Dostum, mən sənə iddiam açıq istəyirəm. Mən deyirəm fəqihə təqlid. Bax, qulaq. Fəqihə təqlid deyirəm, olmaz deyirsən, batildir. Olmaz nə deməkdir? Olmazın çox mənası var. Nə demək? Misal bir mənasını Bir şey eləməyə bilərsən, batil deyil. Ay, eləməmək o məni eləməmək başqa şeydir. Eləmək olmaz, amma eləyənlər də batil deyil. Məsələn, bu da Ay qardaş, mən deyirəmsə bunu eləmək olmaz. Bu eləyənlər onsuz da eləyənlər üçün də olmaz. Bu əqidə şəxslərə görə deyil. Mənada nə mənası daşıyır, onu deyil. Olmaz sözünün şəri məna qadağa deməkdir. Qadağa. Da batildir də. Ay qardaş, mən də onsa deyirəm ki, mən o batil sözünü niyə işlətmirəm? Çünki qardaşların xətrinə deyək, pis olarlar, aşağıda səhv söyləyəcəklər. Onsuz işlətdin, qulaq as. Olmaz sözünü olmaz daha yüngül formada. Yox, onsuz işlətdin. Sən indi niyyətin aydın oldu, qulaq as. Niyyətin də əsas. Yəni olmaz, yəni batildir. Yəni əməlləri düz deyil də, batil olan nədir? Mən heç kimin əməlini, ay qardaş, mən boynuma şey atmayım. Mən əməli heç kimin əməlindən yenə deyirəm, aydınlaşmadı. Qəmbərov, mənə qulaq as. Fəqihə təqlid eləyənin əməlləri batildir yoxsa yox? Mənim etiqadıma görə konkret olmaz. Batildir yoxsa əməlləri? Qulaq as. Söz fırlatma. Yox, heç müraciət, yox, bilənlərdən söhbət gedir. Nə biləni? Qəzəfləri demirəm, cəmaatla işim yoxdur mənim. Nə nağıl danışırsan? Sənin kimi adam hər şey 50 dəfə saat satır. Sən məsəl üçün bugünkü gün əgər Xamneyə təqlid eləsən, sən birbaşa müşriksən. Ay kişi, qulaq as. Çox Xamneyi qulaq as, mənə bax. Yox, mən görsən deyirəm də. Söz fırlatma, Yox, söz fırlatmıram. Xamneyə təqlid eləsən, sənin kimi adam müşriksən, Şia Volt kimi adam müşrikdir. Məsəl üçün, Mehdi 088 müşrikdir. Amma Sistanigilə bidətən. Mən iddia edirəm. Fərqi nədir ki, əməlləri batil olmur? Fərqi nədir ki, Məmməd xan, sən bəhs eləməyə çıxırsan, yoxsa qardaş kimisə şəxsən danışmağa çıxırsan? Ay qardaş, mən aydınlaşdırmayam ki, kimlə nəyi bəhs edirəm. Qardaş, üsul xəttini bir dənə qardaş, üsul xəttini müdafiə eləməyə çıxırsan. Bax, belə olar. Bax, onun üçün alayımız gəlsə, danışa qardaş, sən gülməli danışsan, sən üsul xəttini müdafiə eləməyə çıxırsan. Dəlil danışa bilmirsiniz, Ay qardaş, sən, bax, ay Məmməd xan, sən üsul xəttini müdafiə eləməyə çıxmırsan bura. Xətti müdafiədə sən neynisən ki, kimin əməli nədir falan. Səndən vəsyo. Qulaq as da bir dəqiqə. Belə sən vallah bəhs qaydasını da bilirsən. Səndən aydındır da, sən dedin ki, batildir və salam da aydındır. Qardaş, sən yenə deyirəm, mən xətti müdafiə edirəmsə, dəlillərimi qoyuram ortaya. Sən o xətti müdafiə edirsən. Dəlillərimi qoysan ortaya. Sən neysən mənim şəxsim mən dəlilləri iddiaya görə gətirməliyəm. Qulaq as mənə. İddia budur ki, mən deyirəm ki, əxbar xəttinin tutduğu yol haqdır. Sən də deyirsən usul xəttinin tutduğu yol haqdır. Bunun dəlillərini danışacağıq. Onu deyirəm də, deyirəm nəticədə budur ki, iddian. Nəticənin axırda qərar verərik. Əxbar, qardaş, qulaq as mənə. Biz əxbarla üsulun bütün metodlarını danışmırıq, qulaq as mənə. Deyirik ki, sən deyirəm ki, sual verirəm.
Sənin iddian budur ki, müştehidə təqid eləyənin əməli qəbul çünki batildir, İndi- qəbul olmaz. Yəni Çünki- olmaz nə qardaş, deməkdir? ümumiyyətlə- Yəni batildir də əməli. Aha. Düzdür? Hə. Çətin söz demirəm ki. Hə. Yox, bu sənin İndi aydın sənin söz. iddian nədir? Sən öz Mən də iddianı deyirəm ki, heç bir problemi yoxdur, heç batilliyi də yoxdur. Əhsən. İndi bunun Ayso, mövzusunu indi səninlə bəhsim də aydın oldu. İndi Qəmbərov sənlə dişim. Deməli, sən birinci məndən qutu sonra Qəmbərovu yox da, keçdin. sənlə bəhsə keçəcəm bu gün yox. O mövzumuz aydındır səndən. İndi deyən Qəmbərov sənlə dişim. Sən deyirsən ki, hər hansı bir müştehidə fərq etmir. Hər hansı bir müştehidə. Sistani olmur, xam kim olur olsun. Təqlid eləmək müşrikdir və bidət əhlidir. Düzdür? Yox, elə demədim. Ya müşrikdir, ya bidətə. Fərq etmir də batil deməli. Ha 100%. Heç o özü buzu yox. Səndən də belə. Okey, aydındır. Deməli, dostlar, Qəmbərovun nəzəri budur ki, bir müştehidə təqid eləmək əməlləri batil edir. Bu adam hökm verir, fətva verir. Adamın əməli qəbul olunmur. Zahirən şəri olaraq bunun əməli batildir. Həri. Əhsən. Əhsən. Bütün da var. Özdə Quran Bax, ayəsi. indi bunu vaxt təyin elə, gəl danışaq. Sən Elə bax, indi- heç kim danışmayacaq. Sənlə mən. Qaydı paylaşacağıq. Bax, qulaq as, Qəmbərov, qulaq as. Bu sektanı sən yaratmısan, qulaq as. Sənlə mən danışacağam, sənlə mən. Heç kim Ruslarla danışmayacaq. danışmaya motorun çəkmir. Mənlə danışmağa motorun çəkmir. Yaxşı, aydındır. Qəmbərovun Murali, bir dəqiqə ağrına, deyil. həyasına, Sənlə mən dostluğuna danışacağam sığınırsan. ayrıca. Özdə bu sufi adamdır ay Qəmbərov. Bu niyə usulləri müdafiə edir ki? Bu adam Bir sufidir. dəqiqə də, bir dəqiqə. Bu Mən usulü səndən niyə danışacağam müdafiə edir Qəmbərov. ki? Qaydı bir dənə şərtimiz var. Kişi kimi qayd yayınlanacaq. Okey. Amma sən Görə deyəsən, amma sən kişi kimi indiyənə qədər gizlətdiyin şeyi deyəcəksən ki, mən Xamneyinin müqəllidiyəm. Gör sən nə günə qoyuram. mən Xamneyə müqəllid deyiləm. Kimdir ki, Xamneyə müqəllidiyəm? Bə kimsən? Mən bir dəqiqə deyəm. Mən demişəm ki, hadisə Xamneyin müqəllidiyəm. Yox, mən bilirəm sən kimsən. Də sən cəmaata deyən Vallahi səhv bilirsən. Billahi səhv bilirsən. İndi sən onda adını deyən, müştehidin adını sən. Mən Xamneyini heç fəqih bilməmişəm fiqh sahəsində. Ələm bilməmişəm. Bə kimdir Xamney? Ay qardaş, sən mövzu Xamneydir. Qardaş necə yəni mənim 2 dənə mövzum var. Zift və tağut. Sən də onu gözəl bilirsən. Ay qardaş, o sənin mövzundur. Mən təqliddən danışıram. Qardaş təqlid edən Xamneyə büyür təqlid Ay qardaş, Xamney, bir dəqiqə qulaq as. Xamney mən, ay qardaş, Xamneyin mövzusu ayrı deyə. Qardaş mən deyirəm də açıq-aşkar iddia edirəm və dalında da dururam. Neçə illərdir bu sözü deyirəm. Orxan Tohid Lənkərani, Zülfüqar, Elman, Seyid Ay Elman. mən heç kim bilmirəm mən Ay Allah. Ali Qəmbərov. Mən də bir dənə sual vermək istəyirəm. Bu qadına. vilayət fəqih nəzəriyyəsinə aiddir. Bir Mən dənə üsuldan ay danışıram. şey, Üsul ay fiqhdə Məmməd təqliddən xan. danışırıq biz. Məmməd xan bir dənə söz işlətdin. Bu Mən ayrı bu mövzudur. sual, mən də sənə sual vermək istəyirəm. Dedin ki, mən Xamneyini şəri məsələdə heç fəqih bilmirəm. Dedi Yox, belə mən dedim ələm bilmirəm. Adı aləm bilmirəm də, yəni aləm. O deməkdir ki, fəqihdir. İndi mən sənə bir dənə Ayrı. sual verim. Bax, sənə sual verim. Xamneyə təqlid edənlərin əməli indi batildir yoxsa yox? Qardaş, onu əməl edən onu ələm bilir. Onun mənə dəxli var. Sənə görə deyirəm. Sənə Mənə görə batildir görə, mənə yoxsa? görə ələm deyil. Batil deyil, amma ələm deyil. Batildir. Niyə? Çünki aləmə, Yox, ən çünki aləmə ələm olmayan o deməkdir ki, batil. Mənə görə, bax, diqqət elə, elə deyil. Onu da düz anlamamısan, görürsən? Sən üsul xəttini düz anlasaydın, Ruslan, bu salı Xamneyini çıx. Bax, Sistani var, Xorasani var. Qulaq as, Vəhid Sən Xorasani var. məsələ nədir? Qəmbərov. Bax bir məsələni deyim sənə. Qoy mən bilən bunu deyim. Mən usul xəttində olmuşam. Məmməd xan, Mən usul dəhşət. xəttində yaxşı oxumuşam. Məsələ nədir? Oxusan söz Əgər deməzdim. Seyid Sistabaq qayda nə cürdür? Qayda bu cürdür ki, imamın hədisindən çıxardılan qayda bu cürdür ki, ən ələm kimdirsə, ondan götürməlisən. Götürdü. Əhsən. İndi məsələ nədir? Seyid Sistaniyə təqlid eləyənlər ən ələm onu bilirlər və ondan götürürlər. Digərlərindən götürməyi caiz bilmirlər. Yox, o demək ki, batildir ona əməl səbr elə, edənlər. səbr elə. Digərlərindən götürməyi caiz bilmirlər. İndi burada şeyi gətirmirəm ha mən. Nədir onun adı? Sözümü kəsdim, yenə sözüm yadımdan çıxdı Məmməd xan. Uşaqlar, İddiam budur ki, sənin iddian budur ki, o mən sənin sözünü yadıma salım. hədəfi tamamlayın. Sənin sözünü Ay, yadıma salım Məmməd xan. Ruslan. Sən dedin ki, bir müştehidə dolayısıyla ələm bilirsənsə, başqa müştehidə əməl etmək kimisi batildir əməli. Yox, o mən demədim. Sən Yoxsa mən ofisdə o mən onu deyirəm. Ay, sən onu deyirsənsə, deməli sağa deyirəm görə batil ələm, deyil də, sən deyirsən sağa batil görə, deyil. sağa görə. Yox, mən sual verirəm. Sağa görə deyirəm, misal üçün, ələm kimdir? Bax bu dəqiqə. Məsəl üçün Sistani ağa, hə. Sən Staniyə təqlid eləyirsən də, onu soruşuram. Hə, hə, Staniyə təqlid eləyirsən. hə.
indi Risaləsini aşmayın. Risaləsini aşmayın. Nə sizdanı bilir o. Yalanca sənə demişdim indi. Xamneyə təqlid edin, Xamneyə. yaxşı. Qulaq as, Qəmbər sən Ay, iki dənə görüb. Sufi. Sən əvvəl üsulü olanda deyək ki, müştəridə təqlid edirdin. Sən risalə açırdın bütün günü. Mən Risale'den adam Risale okuyor. Yox, bir dəqiqə qulaq as. Hükümləri, Yalan deyirsən, savcıları qulaq as. bilirsən O deyim necə sənə. olmasa da. Ha, mənlə danışsan, sən Qəmbər sən Bu söz deyim bana mən. Mən Qoy mən deyim. sözüm qarşılıqda qaldı. Gündəlik zəruri əməl şey var da, şəri məsələlər var. 20-30 dənə hökm var, düzdürmü? Bunu bilən zaten əzbərləyib, okey. Məsələn namazdır, dəst namazdır, şübhələrdir falandır bunları. Bunun əlavəsində kimi xüsusi bir hal və sualı yaranırsa risalə açır və ya daha dərincə gedir, nə bilim istifta şeyə müraciət edir. Bu ayrı mövzudur. Zaten cəmaət praktikada sənin dediyin məndə təqlidlə yaşamır. Okey? Yəni insanlar bilir müəyyən hökmlər risalədən öyrənib, o şəri hökmün şeyi çatıb, əsas əsil məsələləri. Əlavə təfsilatlı məsələləri müraciət edib də lazım onda açır. Bu belədir, bizdə də belədir, hamı da belə olub. O demək deyil ki, mən təqlid eləmirəm. Bu bir, ikinci də ki, mən ondan danışmırdım sənə. Mən deyirəm, tutaq ki, mən Sistaniyə təqlid edirəm. Biri də Vahid Xorasani ələm bilir. İndi, Ruslan, mən Sistani ələm bilirəm deyirəm, Vahid Xorasaniyə təqlid edənlər batil olur. Çünki sənin qaydana görə bəli elə olur. Yox, elə olmur. Elə olur. Çünki sən çünki qaydan nədirdir? Qaydan budur ki, əməlləri ən ələmdən, kim ən ələmdirsə, ondan götürməliyəm. Sən özün üçün ən ələmsən, zəhmət olmasa usul kitabını aç oxu, bax gör qayda nədirdir? Bildim Ən ələm kimdirsə, ən ələmində məqsəd, qulaq as. Bax, diqqət elə. Bir müştehidi ən ələm bilməkdə məqsəd nədir? Bu o demək deyil, digər müştehidləri ələm bilmirsən. Sadəcə olaraq, yəni daha bilmirsən, fərq etmir. O deməkdir ki, bu məsələlərdə daha dərin, onun hakimiyyətini daha çox bilirsən məsələlərə. Bildim də, başa o deməkdir ki, digərləri fiqh bilmir. Ələmiyyət mövzusu hansı hədis əsasəndir, Məmməd xan? Məsələn, bax, qulaq as, diqqət elə. Tutaq ki, hədis var, İmam Həsən Əskəridən gəlib. Yox, təqdim da var. Yox, ələmiyyət mövzusu var, ən ələmdən geyib götürməlisən. Deyirəm də, Bihar Ələnvarda da var. Yerini, cildini baxıb demək. Yox, hədisin mətni deyirəm, ehtiyac yoxdur. Mətni deyirəm də. Deyir ki, məsələn, füqahanın sifətlərini sayır. Okey? Təqvalıdır, elmlidir, falandır. Deyir, həmin füqaha təqlid elə. Yox, ələmiyyəti soruşuram. Ələm. Həzələn şeyin var ha. Qoy deyim sənə, bir dənə hədis var, qulaq as. Deyir ki, əgər 2 nəfər varsa, o şeydir də, onun adı var. Nəyin şeyidir hədisi? 2 nəfər yol gedərsizsə birinci. Deyir ki, əgər onlar, qulaq as da, bir dəqiqə duyan da, səhv etməsə Tusinin kitabındadır o, Şeyx Tusinin, baxmam lazımdır onun yerinə. Deyir ki, əgər birinci hədis belə başlayır ki, nədir onun adı, filan bizim hədisləri hakimiyyətimizi ola, haramlarımızı, halallarımızı bilə, falan sayı. Sonra gəlir ki, yaxşı, eyni məntəqədə 2 dənə alim fərqi belə olarsa, onda necə eləyəcəksiniz? Düzdürmü? Bax, bu hədis var. Ay Ruslan, həmin hədis ələmliyi bildirir. Mən sənə o hədisi tapıb, qulaq as, ekrana qoyaram, onunla da danışarım. Əzbər oxuyum onu sənin üçün. Tamam da, mən Ömər ibn Hənzələnin... Oradan çıxartsan, nəsən? Qulaq as da, çıxır da oradan. Çünki orada da kriteriyanı qoyur, imam hansına tabi. Çıxmır, sənin ağlıma görə çıxır. Bax, orada da ölçü qoyur ki... Məmməd xan, orada ələmlik yoxdur, əhqəflikdir. Qardaşlar, demək təzə gələnlər, salam aleykum. Bu güyəndə ağlı. Yəni, elan eləyirəm ki, 3 dənə yetim aliyə dəstək oluruq, xahiş edirəm, iştirak eləməyənlər. Eləyənlər eləyib, hədəf 530 manat. Aşağıda görsəndir, kart başımın üstündədir. El gücü, sel gücü. Bir də zəhmət olmasa hədəfi tamamlayın, aqraneseniyanı götürüblər, o qəbristanlıq gülləri. Ay Nuru. Allah, bir dənə Rüstəm, sənə xahiş edirəm, bir dənə qoy ona sual verim. Bu belə çıxıb müdafiə eləyir, təqlidin vacib olmağın filan. Yaxşı, bu adama niyə bir nəfər sual vermir ki, bu belə bir zəruri şeydirsə, dinin əsaslarını öyrənməyə, ey Məmməd xan radiyallahu anhu, siz özünüz niyə təqlid eləmirsiniz? Sən kimi mən təqlid eləmirəm? Deyir eləyirəm də, ona Seyidistani deyib təqlid edir. Kimi, yalan üzümə deyir. Seyid Sistani'nin neçə risalə kitabı var?
Bir dəqiqə deyən, sən qatma aləmi, qulaq as. Ay yalan danışsan axı. Yaxşı, okey. Ay, Ruslan, ay. bax, mən indi, bax, qulaq as, Ruslan, 2 hədis nəql elədim sənə. Bax, qulaq as, 2 hədis gətirdim. Orada Əhqəfidə, yəni daha dərin fikri şeyi olan da, hakimiyyəti olan mənasındadır bizim hədislərə. Orada da ölçü qoyulur. Bax, oradan çıxarılır, istinbat olunur. Hələ başqa hədis də var, Ruslan. O hədisi mən sənə gətirərəm. Yəni, bax, ən azı burada 2 hədis sənə xatırlatdım. Mən sənə deyirəm ki, bax, sən ki bayaq deyirsən ki, heç bir şey hədis gətirmirsən. Qulaq as. Sən bayaq dedin ki, Mən sual verdim ona. yox, mən niyə deyirsən heç bir şey hədis gətirmirsən? Yox, amma onu əvvəl dedim. Mən indi sənə sual verdim ki, Əvvəl dedim, çünki həmişə beləsən. Sən məndən danışanda, Ruslan, ömrü boyu biz kəlamı bəstər eləmişik. Əqli bəstər olur. Sənlə mən fikri söhbət eləməmişəm heç. Yaxşı, bir dənə söz deyim. Ələmiyyəti İkiniz də ki, bunu çətin bir şey deyilib, qoyaram qabağıma. Necə ki, siz qoyursunuz. 1000 dənə, onu mən tapıb çıxararam. Mənim əlimdə 200 gəlir 2 də o. Gör nə deyirəm, ələmiyyəti yaxşı. Bu deyirsən ki, Ömər ibn Hənzələnin hədisində düz deyirsən, orada əfqə sözü keçir. Deyir ki, sual verir ki, miras bölgüsündə nə cür eləyək? Deyir ki, gedin əfqəhə müraciət edin, yəni ən fəqihə müraciət edin. Siz o qaydanı oradan götürürsünüz, düz deyirsən. İndi sən sual ver. İndi sual nədir? O əfqəhi kim təyin eləyir? O bax, o imamın o hədisini gətirir görək, əfqəhi kim təyin eləyir? İndi deyəcəm. Sən mənə de görüm. Niyə imam orada demir get hədisdən götür? Niyə deyir ki, Əhqəfin yanına? İndi mən sənə deyəcəm niyə deyir. Çünki Yox, orada sən deyir, cavab verəcəm. Mənim elə bir iddiamı eşidirsən ki, mən get hədisdən götür, alimə müraciət eləmə. Bəli, sən dolayısıyla deyirsən ki, hədisdən götür. Alimə ehtiyac yoxdur, müştəhid. Mən elə bir söz dedim, Ayqəm. Mən Demədən müştəhid ehtiyac yoxdur. Mən 1 saat danışdım burada. Sən demədin ki, müştəhidə təqid eləmək batildir. Ay, qardaş, xəttdən danışıram mən ki, usul aliminə müraciətdən danışıram. Sözünün canı var. Dedin ki, müştəhidə müraciət eləmək batildir. Məmməd xan, sən çaşbaş salmısan. Biz alimlər qəbul edirik. Ayqın Məmməd xan, ya mən dinlər. Qəmbərov, sən alimi sən təyin edirsən. Alim qəbul edirik, siz qəbul eləmirsiniz. Bir dəqiqə deyək, Əhqafı sən təyin edirsən, Qəmbərov. Ay, Demədim ki, mən deyirəm biz alim qəbul edirik. Sən hardan götürdün ki, biz alim qəbul eləmirik? Bir dəqiqə deyək, Sistani alim deyil. Ay, bizim üçün daha dəyərli alim deyil. Yox, başa düşmürsən. Əhqaf nədir? O başqa şeydir. Nədir? Nədir Əhqaf? fəqih. Müştehidlə fəqih başqa şeydir. Yaxşı. Biri Allahın dinidir. Şeytanın dinidir. İndi qulaq as. Bildim də, sən mənə də görüm hökmləri, sən Qəmbərov. Sən Qəmbərov hökmləri Əhqafdan götürsən yoxsa hədisdən? Hökm götürmək başqa şeydir, qəzavətə getmək başqa şey. Deyirəm ki, qəzavət məsələləri olsun, şəri məsələlər olsun. Əhqafdan götürsən hədisdən. Mənim Əhqaf fəqihim var, ona müraciət edirəm. Kimdir sən fəqihin? Nəyim lazımdır? Niyə? İmam özü təyin edir. İmam Sadiq. İndi qulaq as. Sənin fəqihin var, düzdür? Ay qardaş, qulaq as da sual verirsən, qoy cavab verək də. İmam Sadiq əleyhissalam deyir ki, haqq üzərində çəkişməviz olsa, bir-birimizi zülm məhkəməsinə müraciət eləməyir. İmam özü təyin edir. Bunun əvəzinə bizim halalımızı, haramımızı bilən bir nəfər tapın, biri-birimizi ona şikayət eləyin. Mən onu sizə qazı təyin elədim. Həddə imam qoydu. Kim qoydu ki? Sən mən Həddə imam qoyur. Bir dəqiqə deyən imam qoyur. Bir də elə demir, deyir ki, Əhqafı tapın ona müraciət edin. İndi qulaq as, Qəmbərov. Sən bütün məsələlərdə həmin Əhqaf fəqihə müraciət edirsən? Hə? Sənə görə ay soğul, ümumi qayda eynidir. Mənə görə də Əhqaf standart nə problem var ki? İndi deyəcək də, indi o problemi inşallah sən faktiki yalan deyirsən axı. Niyə yalan deyirsən? Qoy sənə deyim. Qoy sənə deyirəm. Bir dəqiqə deyən. Yox. Qəmbərov, əgər doğru danışansansa, Əhqafın adını denə. Əhqafın adını burada demirəm, o istəmirəm bilə. Bax, ona görə deyirəm, danışa bilməzsiniz. Yox, yaxşı, mən çəkim. Qoy mən çəkim. Yox, sən niyə çəksən? Mən sənə danışmıram hələ. Qardaş, mən istəmirəm adamın adını bildirəm. Yox, çək də. Necə? Yaxşı. Qəmbərov, bütün alimləri, üsul alimlərini batil bilirsən. Müşrik bilirsən. Nə oldu? Sən şia aləmində bir dənə xüsusi alim kəşf eləmirsən. Əhqaf, gizlədirsən adını. Xüsusi deyil. Xüsusi deyil. Siz o alimləri bilib, qarayıb onlara... Yox, sən imamın Əhqaf kimi tanıtdığı adamı niyə gizlədirsən ki? Kimdir ki öyle? Bir dənə qalıb Epstein jurnalına qoyarsın. Bir dəqiqə dayan da, sənlə danışma. Siz qorxursuz ki... Mənlə danışa bilməzsən axı. Sən ki, imransızın ötəsindən mən gəlirəm asla. Sənlə danışam, düz deyirsən. Mən sənə danışam mənə, qulaq as. Sən də görün mənə Qəmbərov, hamını batil bildin. O haqq olan Əhqaf kimdir? Bəlkə bizə gedək ona təqid eləyək.
Siz eləyə bilməzsiniz. Çünki siz Dönəm də. Gərək tövbə eləyəsən haqqında. Aysa o ged onda bax bu iddiavı gətirib əfqafı deyərsən danışarıq. Adam belə eləyirlər. Sən niyə bunun illətini demisən ki, bu Məmməd xanın da müdafiə elədiyi bu komanda ki var, necə ki Yahudilərin düzəltdiyi peyğəmbərdən sonra İslam'a salan komanda var idi ya. Katada, Silcahun, nə bilim filan kəs. Bunlar nə edirdilər? Birinci imamın Allah'ın ölçəklərinin xumusuna dəyən kim oldu? Əbu Bəkir. Bu günlərdə sizin alimlərimiz xumusu imamın cibinə girdiklərinə görə onlar hökmdən düşüblər. Onlara müraciət eləmək olmaz. Ay zombi. Şimdi başa düşmüsən bunu. Twitterdə səni araşdıran institut çıxacaq birazdan. İnan mənə. Unikal adamsan. Məni araşdıran yox, öz beyni və apartamografiyaya saldı. Gör bu beynin necə şeydir ki, sufi ola usulləri müdafiə eləyirsən. Əhqafı deyirsən, demirsən Əğəmbərov. İmam deyib denə. Demirəm, İmam belə bir söz demeyin. Ay hacı, çıx yuxarı bunu qutar. Cəhənnəm sağda. Məmməd xan, boş danışma. Vaxtı təyin edirsən elə. Təyin edirsən, bu səndən gözləyir. Sən hələ buradan bura əfqafı deyənmirsən. Mən sənə nə deyim mən? Demirəm, sən nə bilən, hələ sən sübut elə. Əfqəhi. Hələ bir denə, sonra danışaq. Mənim əfqəfə işim zadım. İmam deyir ki, əfqəhin yanına get. Demir ki, hədisi yanına get. Haçan. Baqulat, imam deyir ki... İmam demir, imam bir Haçan gedir. Bilmiyor. O məsələ var ya, Haçan. Əbu Uveys, tərbiyəli olar. Fərq etmir. Deyir, bilən, bax, birinci deyir ki... Ay Məmməd xan, başqa hədislər, deyir ki, açıq danışaq da, yaşsan bu hədisi gəlsən yaxşı deyirsə. Başqa hədislərdə deyir ki, yaxşı hədisimizə gedin, o necə edir? Neyini? Başqa yerdə də imam deyir ki, bizim hədislərimizə gedin. Hədislər necə gedirsən sən? Necə gedirsən? Hədislərimizi oxuyun da oradan qəzavət edin. Qardaşlar, hədislərdən oxuyub qəzavət Əfqəhə edə bilir. icazəlidir ki, istəyir əfqəh olsun, istəyir əfqəh olmasın. Bir şəxs imamın hədislərindən qeyri qəzavət eləyə bilər. Yox, bildik də aydındır, hə. İndi ən əfqəhi təyin eləməyə gəlməliyik də bura. Düz yəni fəqih təyin eləməliyik özümüzə. Sən deyirsən ki, fəqih Sistanidir. Mən də misal deyirəm, fəqih Hürramidir. Bax, orada hədisdə deyil, qoy sənə deyim. Aydın, sualın aydındır Ruslan, aydın sual. Bax. Sual verməmişdim, danışırdım. Yox, sual verdin ki, necə təyin eləyək də, yoxsa? Yox. Mən dediyim söz, yəni necə təyin edirik, dalınca cümlə quram. Deyirəm, sağa görə Sistanidir, mənə görə Hürramidir. Bunun dalında demək istəyirdim, elə bildim sualdır bu. Bunu da dalını demə, onu demək istəyirdim ki, mən niyə hürrü qəbul eləmişəm? Çünki mən hürrün fikirlərinə baxıram, sözlərinə baxıram. Dediyi söz budur ki, deyir, mən yalnız Quran və sünnədən hökm eləyirəm, yəni hökm verirəm. Mən ondan başqasına getmirəm. Mən baxıram Seydistaniyə. Seydistani deyir ki, mən Quran və sünnədən hökm eləyirəm. Ondan əlavə də icma ilə əqlidə höccət bilib ondan hökm eləyirəm. İcma ilə əqildə mən görürəm ki, mən tutduğum mənhəzdə bu problemlidir. Buna icazə vermir mənim qəbul ediyim fəqih. Mənim qəbul ediyim fəqih buna icazə vermədiyinə görə həmin alimlərə təqlid eləmək olmaz. Yəni sənin təbirindən batil olaraq görürəm. Sən aydındır da sənə görədir də. Mən də deyirəm ki, sənə görə yəni əxbar xəttinə görə də, əxbar xəttinə görə də, okey. Sən doğru aidsən də, başa düşdüm də. Mən də deyirəm ki, sənin döndüyündə ziddiyyət var. Çünki niyə ziddiyyət var? O xəttə ziddiyyət var. Əgər sən o dəlili o cür qoyursansa. Yox, dəlili bu cür qoyursan yox. Bizə nətər danış Məmməd xan. Denən ki, hürrün burada boşluğu var. Onu denən. Mən kiməm ki mənə deyirsən? Hür deyir ki, qulaq, sən mənə gətirə bilərsən ki, hür deyirmi ki, üsul əqili istifadə edir deyə batildir. Dava onun üstündədir da, qırğın onun üstündə deyil mi? Problem o, onun üstündə deyil. Nə üstündədir bə? İkisi də əqli istifadə edir. Yox, ay əziz qardaşım. Gəldi ora. İkisi də əqli istifadə edir. Gəl bir dənə qoy hürrün sözünü oxuyağın, xahiş edirəm. Ondan sonra qəzavət edir. Ən yaxşısı o deyilmi? Müştəhidlər hürdən öyrənmirlər və s. şeydən. Gəlin, ay Məmməd xan, bu iddia elədim da, düzdür, gərək bu iddiamı sübut eləyəm. Yox, bildim də, deyirəm ki, sən mənə gətir ki, əxbar xətti, bir dənə səbəb Ruslan, əxbar xətti, əqli tətbiq eləmək batil bilir. Xeyr, şəriətdə əqli höccət bildiklərinə görə batil bilirlər əxbar xətti onu. Əqli höccət bilirlər, höccət. Höccət nədir? Nə mənadadır? Höccət, yəni o mənadadır ki, əqil mənə hökm eləyə bilər və o hökmdə belə bir növ belə deyək də, loru dillə desək,
elə bil imam deyibdi bunu. Yox. Əqil dedilər imam deyib. Lord Yox, o deyirlər. əqil, bax qulaq as. Üsuldakı əqil var ha. Üsuldakı əqil. Quran və sünnənin sərhədlərini aşır yoxsa yox? Bəzən aşır, bəli. Yox, o bax elə problemin odur, aşmır. Necə aşmır? Mən sənə bir dənə Aşmır da. hökm deyim. O sərhədləri aşmaq mənasındakı olan Yaxşı, qoy bir dənə hökm deyim sənə. Gör aşır, aşmır. Bir dəqiqə də qulaq as da, bir dəqiqə qulaq as. Üsulun iddiası budur ki, əqil hüccət bu mənadadır ki, Aha. Quran və sünnənin sərhədləri daxilində işləyir o əqil. Nəinki Yaxşı, aşar o zaman vacibin müqəddəməsi vacibdir sözünü Quran və sünnədən dəlil gətir. Sən indi bir dəqiqə qulaq as görüm. Sən hər bir şeyə əxbar xəttində hədis gətirsən güya? Əlbəttə ki. Yoxdur elə şey. Yoxdur elə şey. Məsələn, misal gətir bir Qulaq as şeyə. görüm. Denən ki, bax, misal, bax bunu deyirəm. Misal deyirəm, misal deyirəm. Qulaq as, misal deyirəm. Misal deyir. Yəni bu şey olsun amma hər şey Quranda olmasın. Sadəcə. Necə? Quranın yalnız zahiri mənası hüccətdir. O nə deməkdir? Başa düşmədim. Quran Yalnız ayəsi yoxdur, deyəndə ayəni. yalnız sözünü vurğulayırsan, ona görə başa Yalnız deyirəm də, yəni bax qulaq as, ayənin Hə. zahiri, Bəli. yalnız zahiri mənası hüccətdir, Bəli. yoxsa Yox, batin mənasında hüccətdir. ay sağ ol. Əxbar nə iddia eləyir? Əxbar bunu iddia eləyir ki, Quran 3 qismə bölünür. Deyir ki, bir, mənası hamı üçün başa düşülən, yəni bu nə deməkdir? Hamı oxuyur və bunu bir cür başa düşür. Möhkəm Deyir ki, bu ayət, zahirdir. Bəli, buna möhkəm yox, möhkəm başqa şey. Ancaq deyir, elə ayələr var ki, möhkəmdir, amma bir sözün mənası müxtəlifdir. Bir də var mütəşabih. Mütəşabih başqa şey. Nə deməkdir? İndi qoy, sən bunu deyim, qoy. Deyir ki, fəshalu əhləl zikr. Bilmədiklərinizi zikr əhlindən soruşun. İndi bu baxırsan ki, zahiri mənada şeydir bu, möhkəm ayədir. Əxbar deyir, xeyr. Bu məsələyə yalnız imam deyə bilər, nə deyə bilər? Çünki orada zikr sözünün bir neçə mənası var. Zikr xatırlamaq deməkdir, zikr peyğəmbər deməkdir, zikr Quran deməkdir. Dalınca deyir, indi bu zikr, məsələn, şey deyir ki... Hədə sualı düzdür da mənim, qulaq as da. Ayənin zahiri hüccətdir, yoxsa yox? Bir dəqiqə deyəm. Mən dediyim kimi, bəli, əgər bir ayət, məsələn, mömini öldürmə. Bu ayə sənin üçün də hüccətdir, mənim üçün də hüccətdir. Burada fərqiyə ehtiyac yoxdur. Zikr sözü mütəşabihdir bəyəm. Necə? Zikr sözü mütəşabihdir. Bəli, mütəşabihdir. Sən kimi Mütəşabih yox, mütəşabih yox, mütəşabih yox, əstəğfurullah. Zikr sözünün mənası çoxdur və məsələn, İmam deyir ki, zikr yalnız bizik, amma Məkarim Şirazi deyir ki, yox, zikr bizdə var. Məkarim Şirazi demir, zikr imam deyil. Elə demir. Yox, mən onu demirəm, o sözü düz deyirsən, demir zikr imam deyil. Məkarim deyir ki, zikr həm imamdır, həm də mənəm. Hə, onun qulaq as. Həm mənəmə dəlil lazımdır. Onun tətbiqini, bircə dəqiqə. Onun tətbiqinin qaydaları var üsulda. İndi ona girmirəm. Özün bilirsən. Mən sənə sual verdim ki, Quranın, qardaş bir dəqiqə qulaq as. Mən sənə sual verdim ki, Quranın zahirinin hüccət olması. Əxbari nə deyir buna? Dedim də, əxbarının fikrini dedim də. Bir dəqiqə də, usulü deyir ki, hüccətdir. Aha, biləm də onun usulü deyir. Hə, da, qulaq as da. İndi əxbari deyir ki, yox, hüccət deyil. Aha. Düzdür. İndi burada sən əxbarinin usulünün qabağına gətirə bilərsən ki, səhvsən. Bəli də gətirirəm də. Nəyə gətirirsən məsələn? Bu məsələn fəsəldən O da gətirir də, nə olsun ki? Nəyə gətirir? Gətirsin də. O da dəli gətirir də. Bəli. Gətirsin də. Belə bir sənsən də, nə fərqi var? Gətir. İndi bəs onu deyirəm də, onların dəlilləndirmələri var. Elə bilmə onlar hədissiz onu gedib çıxıb. Yəni üsul yox. Quranın zahiri hüccətdir sözünü hədissiz elan eləyim. Məmməd xan, elanı deyim, sonra malanı vurarsan. 116 nəfər, sabahınız xeyir olsun. Artıq yarım saata azan olacaqdır telefonlarda və 1 saatdan sonra azan olacaqdır həqiqətdə. Zəhmət olmasa, aşağıda hədəf 530 mat qalıb, yuxarıda başının üstə kart paylaşılıb. El gücü, sel gücü. Kimin nəyə imkan çatır, 3 dənə yetim aliyə dəstək olsun. İnşallah sədəqələrimizlə özünüzü sipər eləyin. Allahın rızasını qazanın. Nə namaz, nə oruc Allaha lazımdır, sizə lazımdır. Allah deyir, mənə çatan yeganə məsələ budur ki, yetim yesiri yəni verməmişdən qabaq mənə çatır. Savabı da mən verirəm. Ona görə də bu işlərdə tələsin inşallah. Davam elə Məmməd xan, Əlibə malanı götür başda.
Mən bir dənə qoyub İmam Əlidən keçəm. hədis var Nəhcü Balağada. Deyir ki, Quranın zahirinə əməl edən hidayətə əməl etmişdir. Bir dənə mən söz deyib, ben onu Hədis çatdım da mən bildim də mən dedim Yox, ki, indi bu dəlil deyil. Qulaq, hədis eşitdim, Xeyr, dəlildir yoxsa dəlil deyil. sən o zahir nə mənada götürürsən ona gedəcək. Nə oldu, görürsən? Mən Ay nə oldu nədir? Nə oldu deyil axı. Ay mən məsələn Quran, deyirəm bir dəqiqə hədisi yozma, qulaq as. Hədis zəhmət deyir ki, olmasa səndən artıq dərəcədə xahiş edirəm və ulamalarından xahiş edirəm. Bax, ulamalarından xahiş edirəm. İmam Allah Quran-Kərimdə ki buyurur ki, "Fəsəlu əhləl zikr." Əhl-i Beyt də deyir və bütün hədislərdə bax iddia edirəm ha bunu. olsun da. Bütün hədislərində deyir ki, "İnnama əhləl zikr və nəhnu." Yalnız və yalnız əhləl zikr bizik. İndi sual verirəm. Sənin alimin əsası və dəlili nədir ki, desin ki, Zikr Əli həm imamdır, həm müştehiddir. Sən nədir burada? Sən bunu icmanın adından danışırsan. Üsulda bəyəm hamı deyib ki, o elə alimə də aiddir. Məzələrsən, ay Məmməd xan, sən həqiqi bilmirsən dava nədir? Yox, dava onun davası deyil. Qulaq as. Kart Sözü başımın təhrif. üstündə. Karta baxın başımın üstündə o göy şey var ha. Oradadır kart. Məsələn, mahiyyətini sən niyə təhrif edirsən? Qoy sənə deyim. Harda təhrif edirsən? Sən? Yaxşı, bu sözü deyən, yaxşı, bax, ham yox. Məsələn, Məkarim bu sözü deyib. Deyib. Onun hökmü nədir? Onun hökmü nə olub? Başa sən niyə hökm verirsən? Sən kimsə ki ona hökm verəsən? Mən vermirəm, misal deyirsən,